Asan Xidmət artıq 20-yə yaxın ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq eləyir. Azərbaycanın intellektual məhsulu olan bu modelin Afrikadan sonra digər ölkələrdə də tətbiqi planlanır. Bunu Azərbaycan televiziyasının ekskluziv müsahibəsində Prezident yanında vətəndaşlara xidmət və sosial innovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib. Biz hal-hazırda işləyirik deməli Tacikistanla, Türkiyə ilə, Birləşmiş Ərəb Əmirliyi ilə, Mərakeşlə, Efiopiya və Tanzaniya ilə, hansı ki o ölkələrdə də bu modelin tətbiqi ilə bağlı bizim sazişlərimiz var və o ölkələrdə də növbəti asan model əsasında mərkəzlər qurulacaqdır. Bu il ərzində Lənkəranda Asan Xidmət Mərkəzi fəaliyyətə başlayacaqdır və xüsusilə də işğaldan azad olmuş ərazilərimiz Şuşada Asan Xidmətin fəaliyyəti ilə bağlı indi orada təmir-tikinti işləri gedir və digər işğaldan azad olmuş ərazilərimizdə də bir neçə məntəqədə Asan Xidmət Mərkəzi olacaqdır.